Azərbaycan Dövlət İqtisad Universitetində ingilis dili üzrə imtahanlar ilk dəfə olaraq British Council'ın beynəlxalq səviyyədə tanınan APTIS sistemi əsasında təşkil olunacaq. Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə keçirilən bu qiymətləndirmə modeli tələbələrin ingilis dili biliklərinin beynəlxalq standartlara uyğun şəkildə ölçməsinə imkan yaradacaq. Qeyd edək ki, imtahanı uğurla başa vuran tələbələr beynəlxalq səviyyədə tanınan APTIS sertifikatı ilə təmin olunacaqlar. Bugün Azərbaycan Dövlət İqtisad Universitetində təhsilin keyfiyyəti ilə bağlı böyük nəticələr vəd edən bir yeniliyə son verdik, əgər belə demək mümkündürsə. Bizim universitetimizdə ingilis dilinin tədrisini artıq 2 il müddətinə uzatmışıq və tədris 4 bacarıqlar üzrə həyata keçirilir. Məqsədimiz ondan ibarətdir ki, ingilis dilini minimum orta səviyyədə UNEC-in hər bir tələbəsinə öyrədək.